Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselamu aleyke ya Eba Abdillah. Hər birinizi İmam Hüseyin əleyhissalamın əzası münasibəti ilə təsliyyət ərz edirəm. Allah Teala öz izzət və cəlalına xatir bütün müsəlmanlara, o cümlədən Şiə dünyasına Məhərrəm ayının yetişməsi münasibəti ilə bir fürsət versin ki, İmam Hüseyin əleyhissalamın mübarək məktəbinin əzadarlığını, İmam Hüseyin əleyhissalamın amalını, hədəfini yaxşı formada dərk edib, bugünkü bəşərin fikri ehtiyaclarını təmin etsin. Biz bu müddət ərzində, təqribən 5 gün ərzində siz əzizlərlə İmam Hüseyin əleyhissalamın qiyamının hədəfləri barəsində söz açacağıq. İmam Hüseyin əleyhissalamın qiyamının hədəfləri dedikdə tarix boyu formalaşan fikirlər nəzərdə tutulur. Yəni, alimlərin baxışı İmam Hüseyin əleyhissalamın qiyamı barəsində nədir? Müxtəlif təhlilçilər bu qiyam barəsində hansı fikirləri irəli sürmüşdülər? Və ümumən İslam dünyasında Aşura məktəbinin hədəfi, mahiyyəti nədən ibarətdir və hansı nəzəriyyələr bu barədə deyilmişdir? Bu məsələləri siz əzizlərlə müzakirə edəcəyik. Lakin bu məsələyə keçməmişdən qabaq bir neçə müqəddiməni siz əzizlərin diqqətinə çatdırmaq münasib olardı. Bildiyiniz kimi İmam Hüseyin əleyhissalam hicrətin 61-ci ilində öz əhli əyalı ilə, öz sevimli əshabı ilə bərabər Muaviyyənin İslam dünyasında formalaşdırdığı səltənət hakimiyyətinə mübarizə aparmış və onun oğlu Yezid ibn Muaviyyə qarşı qiyam etmiş və bütün müsəlmanları bu qiyama səsləmişdir. Təəssüf olsun ki, əksər müsəlmanlar, əksər insanlar İmam Hüseyin əleyhissalamın bu mübarək sözünə qulaq asmamış, onun dəvətini qəbul etməmiş və sonda Məhərrəm ayının 10-cu günü İmam Hüseyin əleyhissalam özü başda olmaqla digər yaxın və əshabı şəhadətə qovuşmuşdular. Kərbəla hadisəsi düzdür, ümumi olaraq bir neçə gündən ibarət olsa da və müəyyən bir yerdə olsa da, yəni ümumən Kərbəla hadisəsi müəyyən bir coğrafiyada baş vermiş və müəyyən bir zaman çərçivəsində baş vermiş hadisədir. Lakin bu müəyyən bir coğrafiyada və müəyyən bir zamanda baş vermiş Aşura məktəbi özündən sonra İslam dünyasının fikrinə, mədəniyyətinə olduqca təsir etmiş və demək olar ki, biz edə bilərik İslam dünyasını bir neçə cəhətdən hissələrə bölərək. Biri budur ki, İslam dünyası Kərbəladan öncə, bir də İslam dünyası Kərbəladan sonra. Biz İslam tarixinə müraciət etdikdə görürük ki, bəli, İmam Hüseyin əleyhissalam Aşura məktəbi olduqca İslam dünyasına, müsəlmanlara ciddi formada təsir etmiş, hətta günümüzdə belə Aşura məktəb olaraq, mədəniyyət olaraq formalaşmışdır. Hər bir halda tarixdə baş vermiş bu hadisə barəsində müxtəlif görüşlər, müxtəlif təhlillər irəli sürmüşlər. Heç şübhəsiz, Aşura məktəbinin qiyamı barəsində söylənilən bu fikirlər, bu hədəflər hər bir müsəlmanın dünya görünüşünə, Aşura məktəbinə baxışı fərqli olacaqdır. Yəni, bir insan Aşura məktəbinin hədəfini müəyyən bir məsələlər bilərsə, təbii olaraq onun Aşuraya baxışı, İmam Hüseyin əleyhissalamın qiyamına baxışı başqa cür olacaq. Başqa biri bu hadisəni şəxsi zəmində baş verdiyini qəbul edərsə, təhlil edərsə, onun Aşura məktəbinə baxışı tamamilə digərlərindən fərqlənəcək. Demək, bizim Aşuraya olan baxışlarımız Aşura barəsində deyilən nəzərlərə, fikirlərə əsasən dəyişə bilər. Yəni, biz hər hansı bir baxışı qəbul ediriksə Aşura barəsində, bilək ki, bizim baxışımızın arxasında müəyyən bir fikirlər, müəyyən bir nəzərlər yatır və biz o çərçivədən Aşuraya baxırıq. Dediyimiz kimi, Aşura barəsində müxtəlif
fikirlər söylənilmişlər, İslam tarixçiləri müxtəlif təhlillər etmişdilər və onların bir neçəsini ki, önəmlidir və İslam dünyasında fikri olaraq, mədəni olaraq öz təsirini qoyub, bir neçə gündə sizlərlə müzakirə edəcəyik. İkinci məsələ bundan ibarətdir ki, Aşura bir cəhətdən tarixi bir hadisə, ictimai bir hadisədir. Və təbii olaraq ictimai hadisənin baş verməsi məsələsində bir məsələ qabardılmamalıdır. Yəni, ictimai məsələlər belə deyil ki, bir səbəbə, bir amala söykənən bir inqilab olsun, bir cəryan olsun. Bəlkə ictimai hadisələrin mətnində müəyyən çoxsaylı amillər yatır. Yəni, o amillər formalaşdıqdan sonra müəyyən bir ictimai hadisə baş verir. Demək, İmam Hüseyn əleyhissalamın biz qəbul etsək ki, Aşura məktəbi ictimai bir hadisədir. Heç bir zaman bu Aşura məktəbini bir hədəfə bağlamalı olmağa məcbur olmayacaq. Çünki ictimai hadisələr baş verərkən müxtəlif səbəblər toplaşır, o səbəblərin nəticəsi olaraq bu hadisə yaranır. İkinci baxış bundan ibarətdir ki, ictimai hadisələr dediyimiz kimi, əgər qəbul etsək müxtəlif səbəblərin toplusundan yaranırsa, sual bundan ibarətdir ki, bu səbəblər bu hərəkəti başlayan şəxslər tərəfindən öncədən nəzərə alınmışdı, yoxsa yox? Yəni, fərz edək ki, İmam Hüseyn əleyhissalamın qiyamını formalaşdıran müxtəlif səbəblər var. Yezidin fasiq olması, küfərlərin İmam Hüseyn əleyhissalama məktub yazması, İmam Hüseyn əleyhissalamın özünün şəxsi təşəbbüsü. İndi sual budur ki, İmam Hüseyn əleyhissalam bütün bu prosesləri nəzərə almışdı, yoxsa təsadüfən bu proseslər bir-birinin kənarında yer alandan sonra Aşura hadisəsi baş verdi. Əgər desək ki, xeyr, bu hadisələr təsadüfən bir yerdə formalaşmışdı və təbii olaraq bu nəticəyə gəlmək olar ki, bəli, İmam Hüseyn əleyhissalam öncədən belə bir hadisədən xəbərdar deyildi və bu hadisə təsadüfən, yəni gözlənilməz olaraq baş vermişdi və təbii olaraq artıq İmam Hüseyn əleyhissalamın Aşura məktəbinin nə İslam tarixindən əvvəlki dönəmlərə bağlamaq olar, yəni bu hadisəni əvvəlki tarixi hadisələrlə təhlil etmək olar və eyni zamanda İmam Hüseyn əleyhissalamın məktəbindən müəyyən bir çıxarışlar, müəyyən bir fikirlər də ortaya qoymaq olmaz. Demək, mən bura qədər bir neçə müqəddiməni siz əzizlərə ərz etdim. O da bundan ibarət oldu ki, İmam Hüseyn əleyhissalamın Aşura qiyamı ictimai bir qiyamdır, ictimai motivlərə söykənir və ictimai qiyamlar heç bir zaman bir amalın, bir amilin, bir səbəbin üzərində formalaşmır. Bəlkə müxtəlif səbəblər əl-ələ verərək müəyyən bir hadisəni ortaya çıxarmağa kömək edir. Və ikinci məsələ bundan ibarət oldu ki, əgər biz qəbul etsək ki, bu səbəblər müxtəlifdir, lakin bu inqilabı irəli sürən, bu məsələni irəli sürən, bu məsələlərin məddinəzər qərara vermişdi. Yəni, bu hərəkətə başlamamışdan qabaq bilirdi ki, bu hadisələr bunun qiyamının ətrafında dövr vurur və bu qiyamdan sonra hansı hadisələr öz təsirini qoyacaq. Aşura barəsində, daha dəqiq desək, İmam Hüseyn əleyhissalamın qiyamı barəsində, qiyamının hədəfi barəsində nəzərə alınması digər məsələ bundan ibarətdir ki, biz hansı mənbələrə istinadən bu məsələni təhlil etməliyik? Baxın, Aşura neçə əsr bundan qabaq baş vermiş bir hadisədir və o hadisə bizə müxtəlif hədis, tarix kitabların vasitəsilə gəlib çatmışdı. Yəni, Aşura hadisəsini təhlil etməkdə çətinlik yaradan digər məsələ isə əlimizdə olan mənbələrdir. Yəni, bu mənbələrə etimad etmək olarmı? Bu mənbələrdə deyilənləri rəhbər tutaraq, əsas tutaraq İmam Hüseyn əleyhissalamın qiyamının hədəfini müəyyənləşdirmək olar, yoxsa yox? Təbii olaraq biz İslam tarixinə və Aşura barəsində yazılan kitablara müraciət etdikdə görürük ki, bu mənbələr olduqca zəngindir və təəssüf olsun ki, bunlar arasında ziddiyyət də var. Yəni, bir mənbə tam olaraq bir hadisəni qabardırsa, digər mənbə ümumiyyətlə o hadisədən əsər əlamət belə yoxdur. Demək, Aşura barəsində Aşuranın hədəflərini təhlil etmək
istəyən bir şəxs ilk növbədə Aşura mənbələrini doğru düzgün nəzərdən keçirməli. Sonra İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi nə idi? Bu barədə danışmalıdır. Və təbii olaraq heç bir şəxs burada öz şəxsi zövqünü, öz şəxsi fikirlərini ortaya qoya bilməz. Yəni şəxsi fikirləri hər zaman müstənad olmalıdır, bağlanmalıdır bu mənbələrə. Yəni İmam Hüseyn əleyhissalamın Aşura qiyamını, Aşura məktəbini bizə nəql edən kitablar ya Əhl-i Beyt əleyhissalamın bu barədə olan hədisləri və yaxud İmam Hüseyn əleyhissalamın özünün naməsi və sözləri bu nəzərin təsdiq edir, yoxsa yox? Əgər deyilən bir fikri, deyilən bir nəzəri İmam Hüseyn əleyhissalamın sözü, hərəkəti, Əhl-i Beytin ümumi olaraq hədisi təsdiqlənmirsə, bu deyilən söz kim tərəfindən deyilirsə, hər hansı bir alim tərəfindən deyilirsə, heç bir formada qəbul olunması bir məsələ deyil. Demək, əzizlər, mən bura qədər bir neçə müqəddiməyə toxundum və yenədən təkrar edirəm ki, bizim mövzumuz İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi nədən ibarətdir? O məsələ barəsində siz əzizlərlə müzakirədir. Və burada kiçik bir misal vurmaq istəyirəm. Bura qədər dediyim bu sözlər daha aydın olsun. Təsəvvür edin ki, bu günlərim küçədə yol gedirik, iki maşın bir-birindən toqquşur, avariya edir. Təbii olaraq ilk baxışda biz görürük ki, bəli, filan maşın sürətlə gedirdi, məsələn, qırmızı maşın sürətlə gedirdi və dayanan ağ maşına şiddətli olaraq zərbə vurdu və orada olan insanlar dünyasını dəyişdi. İlk növbədə biz görürük ki, bəli, o sürətlə hərəkət edən maşındır, təqsirkar, günahkar oldu və əsas hadisəni yaradan budur. Lakin hadisəni incəlikdə görürük ki, xeyr, bu hadisədən qabaq, sən demə, bu ağ maşında hərəkət edilmiş, lakin anidən dayanıb və qara maşından toqquşub. Baxın, ilk növbədə biz hər hansı bir hadisədən müəyyən bir təsəvvür alırıq, lakin onu incələdikdən sonra başqa bir təsəvvür alırıq. İndi təsəvvür edin ki, bu hadisənin üzərindən illər keçib, aylar keçib, əsrlər keçib. İndi kimlərsə bunu sizə təsvir edir, kimlərsə bunu sizə nəql edir. Təbii olaraq o şəxslər ki, bu hadisənin birinci hissəsini görüblər, orada günahlandıracaqlar, məsəl üçün, qara maşının sürücüsünü. Lakin o şəxslər ki, hadisənin sonrasını görüblər, artıq burada hadisəyə geniş baxdıqları üçün tam olaraq bir doğru, düzgün fikir qoyacaqlar ortaya. Aşura hadisəsi də bu formadadır. Yəni, Aşura hadisəsi zaman etibarı ilə bizdən çox-çox uzaqlarda baş vermiş bir hadisədir. Dediyim kimi, o hadisəni bizə nəql edən kitablardır, nəqli mətnlərdir. Biz mətnlər əsasında bu hadisə barəsində müəyyən fikirlər irəli sürə bilərik. Və dediyimiz kimi, deyilən fikirlər o zaman önəmli, o zaman etibarlıdır ki, bu fikrin arxasında Əhl-i Beyt əleyhissalamın mübarək kəlamı, İmam Hüseyn əleyhissalamın özünün mübarək kəlamı və yaxud Şiə məzhəbinin tam olaraq qəbul olunmuş prinsipləri yer almalıdır. Bu kiçik müqəddimədən sonra mən birinci hədəf barəsində danışmaq istəyirəm. Birinci hədəf dedikdə bir çox kitablarda istər bu kitabların müəllifləri Şiə məzhəbindən olsun və yaxud Şiəyə düşmən olsun, elə formada İmam Hüseyn əleyhissalamın Kərbəlasını nəql ediblər ki, sanki İmam Hüseyn əleyhissalamın Aşura qiyamının formalaşmasında başlıca səbəb küfəlilərin dəvətidir. Yəni, İmam Hüseyn əleyhissalam Muaviyyənin ölümündən sonra oturmuşdu, özü ilə məşğul idi və İslam dünyası Yezid ibn Muaviyyə lənətullahın xilafətini qəbul etmişdi. Lakin bu anda küfəllər imama məktub yollamış və bu küfəllər də təbii olaraq Şiə olmuşdu. Yəni, küfə şiələri İmam Hüseyn əleyhissalama məktub yollamış, onu dəvət etmişdilər qiyama və sonradan bunlar imama xəyanət etmişdilər. Yəni, bu baxışa əsasən Şiə olan küfəllər imamı qiyama dəvət etmiş, imam da bunların sözünə etimad edərək gəlmişdi səhnəyə. Səhnəyə çatdıqda küfələr geri çəkilmiş və İmam Hüseyn əleyhissalam bunların sözünə aldandığı üçün, etimad etdiyi üçün şəhid olmuşdu. Demək, Aşura
qiyamı bu baxışa əsasən əsas səbəb küfələrin dəvətidir. İmam Hüseyn əleyhissalam öncədən belə bir planı yox idi, belə bir qəsdi yox idi və Aşuranın əsas təqsirkarları da küfələrin İmam Hüseyn əleyhissalamı çağırmasıdır. Bir sözlə küfə şiələridir. Dediyimiz kimi, bu məsələnin tam olaraq müəyyən bir alim tərəfindən söylənilməmişdir. Bu dostların, düşmənlərin İmam Hüseyn əleyhissalam barəsində yaymaq istədikləri hədəflərdən biridir. Niyə görə dostlar? Dostlar dedik, yəni Şiə məzhəbinə təmayüllü şəxslər, Şiə məzhəbini qəbul edən İmam Hüseyn əleyhissalama sevgi və məhəbbət bəsləyən şəxslər nəzərdə tutulur. Bunlar yəni moizə xarakterli bu məsələni təhlil edərkən, yəni Şiələri ayıltmaq üçün, Şiələrə nəsihət vermək üçün müxtəlif kitablarda belə qeyd etmişlər ki, baxın İmam Hüseyn əleyhissalamın vaxtında da şiələr öz imamlarını dəvət etmişdilər, sonra ona xəyanət etmişdilər. İndi siz də zəmanə imamını dəvət edirsiniz. Ola bilər ki, əməlinizə diqqət etməsəz, etiqadınıza diqqət etməsəz, imama xəyanət etmiş olarsınız. Bu şiələrin, yəni dostların İmam Hüseyn əleyhissalamın qiyamı barəsində olan baxışıdır. Düşmənlər nəyə görə küfələrin dəvətini daha çox qabartmış və Kərbəla inqilabının, Kərbəla hərəkatının əsas hədəfini küfələrin dəvətində görmüşdü? Çünki olan hadisələri Əməvilərin üzərindən, Əməvi səltənətindən yumaq üçün, Yeziddən yumaq üçün olanları çalışmışlar ki, küfələrin və şiələrin üzərinə atsınlar və bu məsələdən özlərini quru çıxarsınlar ki, bəli, Peyğəmbər balasını şiələr öldürmüş, Yezid ibn Muaviyyənin heç bir təqsirkarı yox idi bu işdə, elə şiələr də öz işlərindən bağışlanmaq üçün, bu məsələdən tövbə etmək üçün ildə əza məclisləri keçirirlər ki, çünki biz, yəni güya şiələr İmam Hüseyn əleyhissalama xəyanət etmişlər. Dediyimiz kimi, bu nəzərə tam olaraq müəyyən bir şəxslər tərəfindən ortaya atılmamışdır. Lakin tarixdə elə formada, tarixi elə formada təqdim etmişdilər ki, insanların zehnində belə yaransın ki, İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi, yəni İmam Hüseyn əleyhissalamın şəhid olmasının səbəbi küfələrin dəvəti olmuşdu. Yəni İmam Hüseyn əleyhissalam bu hadisədən qabaq heç bir planı yox idi. Lakin təsadüfən bunlar məktub yollamış, imamı rəhbərliyə çağırmışlar. İmam da bunların sözünə uyaraq, belə deyək, inanaraq, etimad edərək bunlar tərəfə, İraqa tərəf yollanmış. Bunlar öz fikirlərindən yayınmış, imamı aldatmış və onu şəhid etmişdilər. Lakin bu məsələni dediyimiz kimi təhlil etmək istəsək, ilk növbədə görək, ümumiyyətlə bu hadisə tarixi kitablarda, mötəbər tarixi kitablarda necə nəql olunmuşdur? Baxın, bütün demək olar ki, tarixi kitabların qeydinə əsasən Muaviyyə hicrətin 60-cı ili vəfat etmişdir. Vəfat etdikdən sonra oğlu, daha doğrusu vəfat etməmişdən qabaq, oğlu Yezid üçün İslam dünyasında, İslam dünyasının aparıcı şəxslərindən beyyət almış və öldükdən sonra bütün müsəlmanlar Yezidə beyyət etmişdilər. Bu zaman Yezid İmam Hüseyn əleyhissalamdan və digər şəxslərdən beyyət almaq üçün müəyyən bir şəxslərə göstəriş vermişdi. O şəxslərdən biri Mədinə valisi olan Vəlid ibn Ütbədir. Vəlid ibn Ütbə Muaviyyənin ölümünü eşidəndən sonra və Yezidin naməsini aldıqdan sonra İmam Hüseyn əleyhissalamı, Abdullah ibn Zübeyri, Abdullah ibn Öməri və digər önəmli şəxsləri çağıraraq bu hadisəni onlara demişdi və onlardan beyyət almışdı. Daha doğrusu beyyət almaq istəmişdi ki, Yezid mənə göstəriş verib ki, mən sizdən ona itaətiniz barəsində beyyət alım. Və həmən namədə buyurulur ki, yəni Yezidin Vəlidə yazdığı namədə buyurulur ki, bu şəxslərdən, məxsusən Hüseyn ibn Əlidən mənim üçün beyyət alassan, əgər onlar beyyətdən boyun qaçırsalar, onların başlarını vurub, başlarını mənim yanıma yollayın. Yəni, ilk növbədə Yezid Vəlid ibn Ütbəyə məktub yazaraq bu formada deyir ki, əgər bunlar mənə beyyət etməsələr, onların başını vurub mənim yanıma yolla. Bu hadisədən sonra İmam Hüseyn əleyhissalam gəlir
Vəlid ibn Ütbənin yanına və orada tam olaraq deyir ki, mən heç bir zaman Yezid ibn Muaviyə kimi bir şəxsə beyət etmərəm, bəlkə imamət və insanlara rəhbərlik bizim haqqımızdır. Belə bir şəxsin İslam dünyasına rəhbər olması, İslamın Fatihəsi oxunması deməkdir. Baxın, demək Hicrətin 60-cı ili Muaviyyənin ölümündən sonra İmam Hüseyn əleyhissalam tam olaraq öz dəvətini başlamış, Yezidi İslam dünyası üçün münasib rəhbər bilməmiş, özünü haqq bilmiş və ona qarşı heç bir formada beyyət etməyəcəyini vurğulamışdı. Yəni artıq burada nə küfələrin məktubundan hələ söz var, nə küfələrin bu hadisədən heç xəbər tutmalarından söz var. Bu hadisədən sonra İmam Hüseyn əleyhissalam bildiyiniz kimi Mədinə şəhərindən Məkkəyə gedir. Orada da artıq öz qiyamı barəsində, öz qiyamının hədəfi barəsində lazım olan sözləri deyir. Tarixi mənbələr əsasən İmam Hüseyn əleyhissalam ya Muhammed ibn Hənəfiyə, ya Abdullah ibn Əbbasa vəsiyyətnamə yazaraq öz qiyamının hədəfi barəsində belə deyir. Mən cəddim Peyğəmbərin sirəsini və eyni zamanda atam Əli ibn Əbi Talibin sirəsinə əməl edərək qiyam edirəm və mənim qiyamımın hədəfi tam olaraq yaxşılıqlara dəvət, pisliklərdən çəkindirməkdir və digər məsələləri burada imam vurğulayır və bu hadisədən sonra artıq küfələr bilir ki, bəli, Muaviyyə cəhənnəmə fasil olub, onun oğlu istəyir ki, müsəlman dünyasına rəhbər olsun. Bundan sonra İmam Hüseyn əleyhissalama məktub yazmağa başlayırlar. Yəni İmam Hüseyn əleyhissalam öz qiyamından başladıqdan sonra öz qiyamının hədəflərini deyəndən sonra küfələr ona məktub yollamışdı. Digər məsələ budur ki, bu da çox təsvir olsun ki, müəyyən şəxslərin dilində əzbər olub ki, güya küfələr şiyə olmuşdu, əqidə etibarı ilə Əli əleyhissalamın şiyələri idi və İmam Hüseyn əleyhissalamı öldürən də Əli şiyələri idi. Bu olduqca heç bir tarixi cəhətdən isbat olunması, sabit olunması bir məsələ deyil. Çünki İmam Hüseyn əleyhissalamın sözünə baxdıqda görürük ki, İmam heç bir zaman onlara siz bizim şiyəmiz olmusunuz, siz bizim atamızın şiyəsi olmusunuz, niyə görə bizə xəyanət etmişsiniz, niyə görə bizə dəvət edəndən sonra bizdən üz döndərmişsiniz? Bu kimi sözlər heç bir formada İmam Hüseyn əleyhissalamın sözündə görsənmir. Bəlkə İmam Hüseyn əleyhissalamın sözündə bu görsənir ki, vay olsun sizə, ey Ali Süfyanın şiyələri, yəni ey Ali Süfyanın tərəfdarları. Təbii olaraq Ali Süfyanın, Bəni Üməyyənin tərəfdarları olmaq, Əli ibn Əbi Talibin tərəfdarı olmaq deyil. Ondan digər bir məsələ, əgər biz desək ki, küfəllər, yəni İmam Hüseyn əleyhissalamı qətirə yetirənlər şiyələr olmuşdu. Şiyə kimə deyilir? Şiyə o şəxsə deyir ki, ən azı Əli əleyhissalama məhəbbət bəsləsin, ona sevgi bəsləsin. Halbuki biz İmam Hüseyn əleyhissalamla döyüşən şəxslərin rəcəzlərinə baxdıqda, onların sözlərinə baxdıqda görürük ki, onların əsas sözləri bu idi ki, ya Hüseyn, səni atana olan kinimizə görə öldürürük. Yəni, biz desək ki, bunlar şiyə olmuşdu, yəni Əliyə məhəbbətləri olmuşdu, Əlini sevirdilər. Lakin bunların rəcəzlərində, bütün tarixi qaynaqlarında bu keçir ki, biz səninlə atana olan kinə görə, kinimizə görə döyüşürük. Bunlar hansı formada şiyə olmuşdular? Eyni zamanda İbn Əbil Hədidin görüşünə əsasən, ümumiyyətlə, Muaviyyə hakimiyyətə gəldikdən sonra Küfədə bir dənə də olsun şiyə qoymamışdı qalsın. Muaviyyə bura öz valisini təyin edir və göstəriş verir ki, harada şiyə tapsan, ya onun başını vur, ya zindan elə, ya onu sürgün elə. İbn Əbil Hədid yazır ki, Əli əleyhissalamın vəfatından sonra, yəni İmam Həsən əleyhissalamın vaxtında Küfədə bir dənə də olsun tanınmış şey yox idi. Ya onlar öldürülmüşdü, ya sürgün edilmişdi, ya da zindanda idi. Yəni ümumiyyətlə Küfə şəhəri olduqca bir məzlum bir yer idi. Muaviyyənin vaxtında Muaviyyə burada şiyə qoymamışdı, şiənin hamısını ya zindan etmişdi, ya öldürmüşdü ki, biz deyək ki, İmam Hüseyn əleyhissalamın vaxtında bunların sayı 1000-ə, 100-ə çatırdı və bunlar səbəb olmuşdu ki, İmam Hüseyn əleyhissalamı qiyama dəvət etsinlər. Və ondan digər məsələ budur ki, İmam Hüseyn əleyhissalamın qarşı duranlar yalnız küfərlər deyildi. Burada Şamdan olan şəxslər də vardı ki, və bu Şamlar təbii olaraq Əməvi məslək idi. Ümumiyyətlə, tarixçilərin bu barədə görüşü bundan ibarət idi ki, İmam Hüseyn əleyhissalamın qarşısında yer alan
şəxslərin məzhəbi ya xəvaric idi, ya Osmanlı məzhəbi idi, ya nasiblər idi və yaxud pulla döyüşən muzlu döyüşçülər idi. Yəni onların arasında bircə dənə olsun Əli əleyhissalamın şiyyəsi, yəni Əli əleyhissalama məhəbbət bəsləyən və yaxud Əli əleyhissalamı peyğəmbərdən sonra haqq imam bilən, ya Əli əleyhissalamı və yaxud Əhl-i Beyti peyğəmbərdən sonra İslam dünyasına canışın bilən bircə dənə də olsun şəxs yox idi. Bəli, bunlar arasında bir zamanlar Əli əleyhissalamın qoşununda olan şəxslər var idi. Əli əleyhissalamın qoşununda olmaq, onun rəhbərliyi altında döyüşməyin mənası heç bir formada bir insanın əqidəvi baxımından, əqidə cəhətdən şiyə olmasını göstərmir. Yekun nəticə bundan ibarət oldu ki, əgər bir nəfər desə ki, İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi bundan ibarətdir ki, küfəllər onu dəvət etmişdi və İmam Hüseyn əleyhissalam öncədən heç bir hədəfi yox idi, lakin küfəllər dəvət etdikdən sonra imam başlamışdı belə bir qiyama və küfəllər onu aldatmışdı. Bu tarix etibarı ilə heç bir formada əsası fikir deyil, bunu mötəbər mənbələr dəstəkləmir. Bəlkə bu düşmənlərin və vaizlərin, dost vaizlərin uydurduğu, insanlara moizə etdiyi bir məsələdir. Növbəti müzakirələrimizdə siz əzizlərlə İmam Hüseyn əleyhissalamın qiyamı barəsində deyilmiş başqa fikirləri də inşallah müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Hüseyn